Şef redaktorumuz İbrahim Kəmiloğlu da hazırda səfəri işıqlandıran jurnalistlər arasındadır. Ətraflı məlumatı indi o bizə çatdıracaq. Salam İbrahim, buyurun, söz sizdə. Salam Nigar, hər vaxtın xeyir. Bəli, Avropa Komissiyasının prezidenti Ursula von der Leyen artıq Azərbaycandadır. Mən ilk olaraq Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunmaq istəyirəm. Qeyd edeyim ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycanın ilin əvvəlinə olan məlumata görə ticarət dövriyyəsinin 50% məhz Avropa İttifaqı ölkələrinin payına düşür. Onu da qeyd edeyim ki, həmçinin Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində də önəmli rol oynayır. Çünki güvənilən tərəfdaşdır. Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edir. Bu ölkələrdən onu məhz Avropa İttifaqı ölkələridir. Son illərdə isə müxtəlif logistika, nəqliyyat, eləcə digər sahələr üzrə də əməkdaşlıq genişlənir və əsasən də son dövrlərdə xüsusən yaxın şərqdə baş verən münaqişələr, Rusiya-Ukrayna müharibəsi və digər məsələlərdən sonra Avropanın enerji təhlükəsizliyi ciddi risk altına düşdü və Azərbaycanla əməkdaşlığa önəm verirlər və burada da xüsusilə də yaşıl enerjiyə üstünlük vermək niyyətindədirlər və Azərbaycanın yaşıl enerjiyə qoyduğu vəsaitləri, yatırımları, investisiyaları Avropa İttifaqı çox gözəl bilir və buna görə də Azərbaycanla bu istiqamətdə, yaşıl enerji istiqamətində də xüsusi layihələrin işlənməsinə maraqlıdır. Bu üzrə əməkdaşlıqlar genişləndirilir və Azərbaycanın Qarabağ, Şərqi Zəngəzurda yaşıl enerjiyə, bərpa olunan enerjiyə qoyduğu sərmayələr də burada önəmli rol oynayır və Azərbaycan da həmçinin yaşıl enerjinin, daha doğrusu bərpa olunan enerjinin də ixracında maraqlıdır və bu görüşlərdə də, bu istiqamətdə də yəqin ki, müzakirələr olacaq, müxtəlif yəqin ki, anlaşmalar da ola bilər və qarşıdakı saatlarda da hər hansı bir yenilik olarsa da çatdıracaq. Onu da qeyd edelim ki, həmçinin Azərbaycanın Avrasiyada ən önəmli nöqtələrdən birində yerləşməsi, orta dəhlizin üzərində yerləşməsi də Avropa İttifaqı üçün çox önəmlidir və buna görə də Azərbaycanla münasibətlərdə xüsusi maraq göstərirlər və dediyim kimi digər saatlarda da hər hansı bir yenilik olarsa da sizlərə çatdırmağa çalışacağıq. Buyurun, söz sizdədir. İbrahim, təşəkkür edirik, davam edirik.